İllər öncə açdığım səhifələri bağlamaq qərarına gəlmişdim. Instagram, TikTok, YouTube. Amma ki, nəticələrini görməyə başladıqdan sonra çox yanlış bir qərar verdiyimin fərqinə vardım. Məni izləyirsiniz, bir çoxunuz adımı belə bilmirsiniz. Mənim adım Xanımdır. Öncələri çox böyük bir kompleks var idi. Ancaq effektlə video çəkirdim, amma son zamanlarda bu kompleksimi yenmişəm, türklər demişkən və effektsiz video çəkməyi özümə alışdırıram. Həyəcandan səsim getdi. Ən çox aldığım suallardan biri də niyə bu qədər köksən? Bəzən çox qəlb qırıcı şəkildə deyirlər buna, nə boydasan, niyə bu boydasan kimi. Çünki insulin dirəncim var. Yesəm də kökəlirəm, yeməsəm də kökəlirəm. Hərəkətdə olsam da kökəlirəm, otursam da kökəlirəm. Bu mənim əlimdə olan bir şey deyil. Təbii ki də müalicəsini eləyirəm. Bu qədər qəlb qırıcı tənqidlərdən, sözlərdən sonra belə mən ruhdan düşmürəm və bu yoluma davam eləyirəm. Bu yolda mənə dəstək olacaq və məni izləyəcək hər kəsə sonsuz təşəkkürlərimi bildirirəm. Sağ olun.